Salam əziz 9-cu siniflər, 1-ci bölmənin ümumiləşdirici tapşırıqlarına baxırıq. Bir misaldan birini işləyirik, digərini özünüz işləyəcəksiniz. Birinci suala baxaq. İfadənin qiymətini tapın. Kök altında 4-cü dərəcədən 8-i vururuq kök altında 4-cü dərəcədən 2-yə. Dördüncü dərəcədən 16 eləyir, 8 vurulsun 2. O da eləyir 2 üstündə 4. Çıxılsın. 0,5 dördüncü dərəcədən vururuq kök altında 4-cü dərəcədən 2-yə. O da eləyir 4-cü dərəcədən 1 bərabərdir. Bu 4-lər, köklər ixtisar gedir, bir-birini aparır. Düşür 2 dəfə, çıxılsın 1 bərabərdir 1. Cavab 1. İkinci misala baxaq. Biz burada dərəcələri eyni bir dərəcəyə gətirməliyik. 15-ci dərəcə, ən yüksək dərəcə 15-ci dərəcədir. Kök altında 15-ci dərəcədən 3 üstündə, yəni mən 5-i 3-ə vurdumsa, 3-ü də 3-cü dərəcəyə yüksəldirəm. Bərabərdir 15-ci dərəcədən 27. Kök altında 3-cü dərəcədən 2 üstündə 2-dir, bərabərdir. 15-ci dərəcədən 5-ə vurduğuma görə 2 üstündə 5 olacaq. Bərabərdir 32 15-ci dərəcədən. Elə kök altında 15-ci dərəcədən 30 olduğu kimi qalır. Artan sırayla düzmək üçün birinci ən kiçikdən başlayırıq. Ən kiçiyimiz kök altında 5-ci dərəcədən 3. Sonra gəlir 30. 15-ci dərəcədən 30. Ən sonda gəlir 2, 3-cü dərəcədən. Artan sırayla düzdük. Kəsrin məxrəcini irrasionallıqdan azad edin. 12 bölünsün kök altında 3, 3-cü dərəcədən bərabərdir. Kök altında 3, 3-cü dərəcədən vurulsun kök altında 3-cü dərəcədən, yəni eyni dərəcədən 3-ün kvadratı yazırıq. Çünki 3-ü 3-ün kvadratına vuranda 3 üstü 3 eləyir. 3-cü dərəcədən ixtisar getmək üçün, kökün yox olmaq üçün 3-ün kvadratına vururuq. 12 3-cü dərəcədən 3-ün kvadratı. Kubu yox, kvadratı. Eyni bir ədədə vurub bölürük. Kvadratı bərabərdir. 3-də 12 kök altında 3-cü dərəcədən 3-ün kvadratı. Bu 12 ilə bu 3 ixtisar getdi. 4 kök altında 3-cü dərəcədən 9. Dəyişənin hansı qiymətlərində ifadənin mənası var? Cüt dərəcədən, yəni 8-ci dərəcədən x çıxılsın 3. Hər zaman kök altı ifadə 0-dan böyük bərabər olmalıdır. X böyük bərabər 3, cavab 3, müsbət, sonsuzluq. 3 də daxildir.
Dəyişənin hansı qiymətlərində bərabərlik doğrudur? 2x kubu çıxılsın 1 bərabərdir 15. 2x kubu çıxılsın 1 və 15 keçir sola, oldu çıxılsın 16 bərabərdir 0. Hər tərəf 2-yə bölsək, x kubu çıxılsın 8 bərabərdir 0. X 2 olduqda bərabərlik doğrudur. Cavab 2. 6-cı misalda radiusu R olan kürənin həcmi V bərabərdir 3/4 pi kubu düsturu ilə hesablanır. Həcmi 4,5 pi metr kubu olan kürə şəkilli çənin radiusunu tapın. A variantına baxırıq 6-cı misalın. V bərabərdir 3/4 pi R-in kubu. Həcm verir 4,5 pi metr kubu bərabərdir 3/4 pi R-in kubu. Deyir, çənin radiusu təxminən neçə metrdir? Çənin radiusunu tapın və onu onda birlərə qədər yuvarlaqlaşdırın. Çənin radiusunu tapın. A variantında deyir ki, çənin radiusunu tapın. Yaxşı, tapaq. Pilər ixtisar gedir. Bu da metr kubudur. Metr kubun yazmağa ehtiyac yoxdur. R kubu bərabərdir. R kubu bərabərdir 4,5, yəni 10-da 45 yazsaq bunu bölünsün 3/4-ə. Bu da bərabərdir. R kubu bərabərdir 10-da 45 vurulsun 4/3. 45 ilə 10, 5 ixtisar gedir. 2-də 9. Cavab 8-də 27 eləyir. R də bərabərdir 2/3. R bərabərdir 2/3. Yəni R bərabərdir 1,5. Yeddinci misalda vurğu kök işarəsi altına daxil edin deyir. A variantına baxırıq. 2 kök altında 4-cü dərəcədən 3. 2 müsbət olduğuna görə kök altına daxil olur. Bərabərdir. 4-cü dərəcəyə yüksəldirik. 2-ni 2 üstündə 4. 4-cü dərəcəni olduğu kimi yazırıq. Vurulsun 3 bərabərdir. Kök altında 4-cü dərəcədən 16 vursun 3, 48. Kök altında 4-cü dərəcədən 48. Deyir, hesablayın. 8-ci misalda A variantı 4 çıxılsın 3 kök altında 2
məxrəcdə 4-cü dərəcədən 2 çıxılsın 4-cü dərəcədən 8. 4-cü dərəcədən 8 bərabərdir. Aha, 4-cü dərəcədən 2 çıxılsın 4-cü dərəcədən 8 kvadratı bərabərdir. Hesablayaq bunu. 4-cü dərəcədən 2-nin kvadratı bərabərdir. Kök altında 2 çıxılsın. 2 vurulsun 4-cü dərəcədən 16, 2 üstündə 4 eləyir. 2 və vurulsun 2. Vurulsun 2. Qarşıda da 2 əmsalı olmalıdır. 2 vurulsun, A vurulsun B şəklində. Daha sonra üstə gəl. Kök altında 4-cü dərəcədən 8-in kvadratı, o da eləyir kök altında 8. Sürətdə olur 4 çıxılsın 3 kökdə 2 bərabərdir. 4 çıxılsın 3 kök 2 olduğu kimi qalır. Kök altında 2 ilə kökdə 8-i toplayanda kökdə 8 2 kökdə 2 eləyir. 3 kökdə 2. 3 kökdə 2 çıxılsın 4 bərabərdir. Bununla bunun işarəsi böləndə demək 4 çıxılsın 3 kökdə 2 ilə 3 kökdə 2 çıxılsın 4-ü böləndə eləyir -1. Əslində bərabərdir. Biri digərinin mənfisinə bərabərdir. Ona görə cavab -1.